Azərbaycanın 16 yaşadək qızlardan ibarət milli komandasının kapitanı və oyun qurucusu Aylin Əkbərzadə karyerasını Amerika Birləşmiş Ştatlarında davam etdirəcək. 16 yaşlı basketbolçu Maine ştatında təhsil alacaq və məktəbin basketbol komandasının heyətinə qoşulacaq. Azərbaycan basketbolunun gənc və perspektivli simalarından olan Aylin Əkbərzadə yeni mərhələyə qədəm qoyur. 16 yaşda oyun qurucusu həm təhsilini, həm də basketbol karyerasını Amerika Birləşmiş Ştatlarında davam etdirəcək. Gənc basketbolçu məktəbin qızlardan ibarət komandasının heyətində də çıxış edəcək. Kapitan basketbolçu bu yay FIBA U16 Qadınlar Avropa Çempionatının B divizionunda Azərbaycan millisinin heyətində çıxış edib. 4 oyunda 37 məhsuldar ötürmə edən basketbolçu hər oyuna orta hesabla 9,3 asistlə turnirin bu göstəricisi üzrə lideri olub. Bu nəticə ilə Aylin U16 Avropa Çempionatının B divizionu tarixində yeni rekord müəyyənləşdirib. Mən düşünürəm ki, mən Azərbaycanda ola-ola burada oynaya-oynaya və bizim koçlarımız türklərdir, onlar daha çox görüb, bizə çox şey öyrədi Bakıya gələ-gələ. Mən heç düşünmürdüm ki, bu 3 ildə mən bu qədər artıraram və məncə mən Amerikada da bu bizim Azərbaycanın millində yaxşı təmsil edə biləcəm. Sonra gələn ay bizim inşallah Avropada U18 olacam. İnşallah biz daha yaxşı uğurlara nəticəni göstərərik alarıq. Aylin xüsusilə Bosniya və Herseqovina və Kiprə qarşı keçirilən görüşlərdə məhsuldar ötürmələri ilə fərqlənib. Hər iki oyunda 12 asist edən basketbolçu komandasının hücumlarının qurulmasında mühüm rol oynayıb. Mən çox qürurluyam ki, mənə kapitan kimi U16-da o vəzifəni verdilər və mən komandama və koçlarıma çox minnətdaram ki, məni bu yola çəkdilər və mənimlə belə məşq edirlər ki, mən bu opportunitini qazandım ki, gedim Amerikada oynayayım. Mən 3 ildir bu millidəyəm və çox yarışlara getmişik. 2024-də də Avropa çempionu olmuşuq C divizionunda. Geçən il biz U18-də 12-ci yer olduq, ilk dəfə B divizionda oynayaraq. Və məncə biz keçən il U16-dansa bu il U16-da daha qəşəng bir performans göstərdik. İndi isə Aylini Amerika Birləşmiş Ştatlarında yeni basketbol həyatı gözləyir. Bugün Aylinin qazandığı uğur bir ailə olaraq bizi çox qürurlandırır. Amma bizim üçün ən dəyərlisi təkcə nəticə deyil, bu nəticənin arxasında dayanan zəhmətdir. Bu xəbəri eşidəndə mənim üçün çox qürur verici oldu. Çünki bu onun əzmi, onun intizamı, onun çalışqanlığı sayəsində oldu. Həm də burada tək mənim əziyyətim yox, burada bizim milli komandanın məşqçilərinin, onların da xüsusilə çox əziyyəti oldu Aylinin üzərində. Aylin, Maine ştatının Bangor şəhərində yerləşən John Babs Memorial Liseyində təhsil alacaq. Məlumat üçün bildirək ki, universitet xarici şagirdlər üçün ayrıca təhsil və yaşayış proqramı da təqdim edir. Rəşad Vəkiloğlu, Hikmət Quliyev, Vüsalə Səid, Space xəbər.